ABCD trapeziyasında AM və DM tənbölənlərdir. AD 19 olarsa, perimetr ABCD 41-dir. BC tərəfinin uzunluğunu tapın. AM tənbölən olduğu üçün və trapeziyanın qarşı tərəfləri paralel olduğu üçün burada əgər bu bucağa bir alfa desək, bu bucaqda alfa olacaq. Çünki daxili çarpaz bucaqlardır. Digər tərəfdən AM tənbölən idi. Deməli, buradakı bucağımız da alfadır. Buradan alınır ki, ABM bərabər yanlı üçbucaqdır. Yəni, əgər biz AB-yə bir A desək, onda BM də A-ya bərabər olmalıdır. Digər tərəfdən MD tənbölən olduğu üçün buradakı bucağı beta olaraq götürsək, CMD bucağı da bununla qarşı daxili çarpaz bucaqlar olduğu üçün bərabərdir. Deməli, bu bucaq da həmçinin beta olduğu üçün buradan alırıq ki, MC də CD-yə bərabərdir. Əgər MC-yə bir B olaraq işarə etsək, onlar bir-birinə bərabər olacaq. Və buradan biz trapeziyanın perimetrini artıq yaza bilərik. A üstəgəl A, yəni 2 dənə A, üstəgəlizin B üstəgəl B 2B, üstəgəl 19 bərabərdir 41. 2 vurulsun A üstəgəl B bərabərdir 41 çıxılsın 19. 2 vurulsun A üstəgəl B bərabərdir 22. A üstəgəlsin B də bərabərdir 22-ni 2-yə bölsək 11. Bizdən soruşulur BC-nin uzunluğu. BC-nin uzunluğu A üstəgəl B qədərdir. O da 11-ə bərabərdir.